Bəli, 13-cü xalq adından seçilmiş xalq düşməni. Həmən bu xanım, bilirsiniz də, Paşayevadır. Düzü deyim ki, bunun haqqında belə siz deyəndə elə məlumat yoxdur. Yəni varlığı ki, bu demək olar ki, 64 yaşı var. Təsəvvür edin. 1 avqust 1961-ci ildə dünyaya gəlib Azərbaycan SSR Bakı şəhəri. Təbii məsələdir ki, mən bunun Bakılı olduğuna inanmıram. Atası Qatala tərəfdəndir. Məmmədəli Paşayev. O da elm adamıdır güya. Düzdür, mən onun haqqında bir tərəf partiyalılığı, bir tərəf Moskva Dövlət Universitetinin Filologiya Fakültəsi və tərcümə halında o qədər cəfəng şeylər yazır ki, ona görə də heç düzün deyim ki, oxumaq belə istəmədim və bircə şey anladım ki, bu da deyək ki, Mehriban Paşayevin bandasındandır. Sadəcə olaraq 83-cü ildə Moskva Dövlət Universitetinin Filologiya Fakültəsinin bitirəndən sonra gəlib, deyək ki, Azərbaycana 83-dən deyək ki, 2000-ə qədər bu Tarix İnstitutunun laboratoriyasında qurdalanıb, deyək ki, Ədəbiyyat Dil İnstitutunun dilçiliklə bağlı və sonra da yəni başlayıb, yəni bu sülaləyə xidmət edən adamlardan biridir. Baxın, Maryland Universiteti 1995-1995, yəni təhsil universiteti təhsil alıb. Bu sadəcə və yaxud da Felçer Hüquq və Diplomatiya məktəbi 1998-99-cu il. Yəni tədqiqatçı, siyasətçi, analitik, dilçi. Bir sözdən deyim ki, bu xanım da Gülşən Paşayeva da yəni sadəcə olaraq yəni qucaqlarda təsəvvür edin 83-dən laborant kimi təbii ki, qucaqdan qucağa keçə-keçə, yəni və o fəaliyyətlərin əksəriyyətini mən bilirəm və təsəvvür edin, baxın, Paşayevin fəaliyyətinin 96-cı ildən Azərbaycanda konfliktologiya problemləri üzrə tədqiqat mərkəzi adlı qeyri-hökumət təşkilat təsis etmişdi. Yəni, Heydər Əliyevə və onun bandasını işləmişdi və Paşayev familiyasından belə düşündüm ki, bu da həmən o Mehribanın erməni qohumlarından yəqin ki, ayrı necə ola bilər və güya ki, 3 dənə də kitabın müəllifidir. Biri bizim dilimizdə, ikisi də xarici dildə çap olunmuş. Yəni, bu qədər bəsit. Paşayeva Gülşən Məmmədəli qızı. Və təbii məsələdir ki, deputat kimi də 7-ci çağırış, yəni 60 yaşdan sonra fikirləşirlər, görünür, İlham 125 deputat sayını artırmaq üçün bir nəfər də bunu əlavə edib, deyib, daha sənin yaşında keçib, ged orada qurdalan. Bu da sadəcə olaraq ayda bir 8-9 min maaşla oturub orada hərdən bir də Azərbaycan xalqına qara yaxır. Yəni, bu qədər bəsit.